Salamlayıram hər kəsə əziz dostlar. Bugünkü mövzumuz xarici siyasətdə olsa, həm də bizi də narahat edən bir məsələdir. Çünki mövzu bizə dost qardaş olan ölkəyə aiddir. Türkiyədən sonra bizə dost qardaş olan ölkə, kimlərsə bunu unudubsa deyim, Pakistandır. Pakistan həqiqətən də Azərbaycan həmişə bu son 30 il müstəqilliyimiz dövründə 30 ilə bu müstəqilliyimizdə 30 ildən çoxdur müstəqilliyimizi bərpa edəndən sonra Pakistan daim Azərbaycan da qeyd-şərtsiz şəkildə yanında olub. Da Pakistan ümumiyyət məsələsində həmişə çox qeyd-şərtsiz mövqe tutub, müsəlman ölkələrinin yanında olub, istər Fələstin məsələsində, istər Qarabağ məsələsində müsəlman qardaşlarının yanında olub. İndi bilirsiniz, Pakistanın bir böyük düşmanı var, Hindistan. Bir müşrik bir ölkədə inəyə sitayiş edən bir pinti ömür boyu. Əsrlərdir müsəlmanların fəthi altında olub, amma müsəlmanlar onların heç vaxt o qeydilmə dinlərinə heç bir, belə deyək, maneələr törətməyib və müsəlmanların əsarətindən çıxıb İngilislərin əsarətinə giriblər. İngilislərin əsarətinə çox qısa müddət olublar, amma İngilislər müsəlmanlarla müqayisədə. Amma İngilislər onları necə lazımdır dedi, istədiyi kimi istifadə edib və elə də İngilis dilində danışırlar. Bu baxımdan təəssüf ki, biz də onlara üstündə danışmaqdan oxşayırıq. Bu, necə ki, Əlcəzairlər də fransız dilində hələ də danışırlar. Bu ümumi bu kolonial müstəmləkə olmuş bu kompleksin gərək qurtulmasıdır. Amma şükür Allah biz müsəlmanıq. Daha digər məsələlərdə Hinduslara oxşamarıq və ümid edirəm heç vaxt oxşamayacağıq. Və bu həmən bu ölkə əsasən də bu Hindistan indiki baş naziri Modi hakimiyyətə gələndən sonra ilgiçi Hindusdur. Bu ilgiçi Hindus İslamofob siyasət aparmağa başlayıb. Baxın ki, Hinduslardan sonra ikinci ən böyük xalq müsəlmanlardır. 100 milyonlarla müsəlman Hindistanda yaşayır. Amma ona baxmayaraq müsəlmanları əzir, müsəlmanların meçidlərində öz xramlarını tikir. Müsəlman yaşayan əsasən şimal zonasında Qəşmirdə müsəlmanların çoxluğu olan yerlərə Bangladeşdən, Pakistandan və digər yerlərə qaçqın hindusları yerləşir ki, müsəlman çoxluğunun qarşısını alsın. Və İsraillə də dostluq edir. Bilirsiniz, dünən qabağıma bir video çıxdı. Hindistanın saterində ayaq altına atılıb Pakistan bayrağı və Fələstin bayrağı və həmin o inəyə sitayiş edən pinti hinduslar heç nə olmamış kimi bayraqların üstündə keçirlər. Və həmən o İngilis də, həmən dediyim o qısa müddətli Hindustan əsarətə saxlayıb istifadə edən İngilis Hindistanı da elə böldü ki, müsəlmanlara balaca hissə verdi və o balaca hissəni də problem yaratdı müsəlmanlar üçün. Bir Kaşmir adlı bilirsiniz, müsəlmanların torpağı olan ərazini də verdi Hinduslara, Hindus rəhbər qoydu orada, əhalinin çoxluğu müsəlman olmağına baxmayaraq və yeni qurulmuş Pakistan dövlətinə o Kaşmiri vermədi və 1947-ci ildə həmən bir Kaşmir müharibələri Hindistan və Pakistan arasında baş verib və son hadisədə Hindistan və Pakistan arasında turistlərin öldürülməsi və heç bir sübut olmadı Hindistanın Pakistanın üstünə atması və suyu kəsməsi. Pakistan içində o su çox həyati əhəmiyyət daşıyır. Ümumiyyətlə, gələcəkdə su qızıldan da daha çox əhəmiyyətli olacaq, həyati əhəmiyyət daşıyacaq. Allah bizi su ilə sınamasın, Allah heç bir müsəlman ölkəsini su ilə sınamasın. Necə ki, suya görə az qala Misirlə Efiopiya müharibəyə başlayasıydı, Türkiyə araya girdi və onlar arasında münasibətləri yenidən normala gəlməsinə nail oldu. Elə də su arasında, yəni belə Pakistanın suyunu kəsmək nə deməkdir? Pakistan boğazından yapışmaq ki, onu boğmaq üçün. Və bu bir bəhanədir. Mənim fikrimcə ümumiyyətlə bu baş verən son hadisə, hücum,
turistlərə Kaşmirdə və bunun Hindistan əlini bəhanə edib Pakistana qarşı istər su həmləsi, istər də hərbi hədə-qorxu gəlməsi və s. sərhədlərə öz qoşununu çəkməsi və Pakistanın kəşfiyyatı məlumata görə 2 günə Hindistan Pakistana hücum eləməsi gözlənilir. Mənim fikrimcə bu hamısı ssenaridir. Yəni bir sözlə Hindistanın arxasında Amerika durur, İsrail durur. Necə ki 11 sentyabr 2001-ci il ssenari oldu. Misal Amerika üçün bəhanə oldu İraqa və Əfqanistana hücum eləsin, onları işğal eləsin. Necə ki 7 oktyabr 2023-cü il İsrail üçün bəhanə oldu ki, çünki bu müəmmalı bir hücumlar idi. Terror aktı deyilən bir hücumlar idi. Necə ki Fələstində ümumiyyətlə müsəlmana bir dəfəlik yox eləsin. Elə də mənim fikrimcə Hindistanla ümumi bir İslam ölkələrinə bu Amerika-İsrail birliyinin hücumudur. Bu Siyonist mason birliyinin hücumudur ki müsəlman harda varsa onu əzmək, keçmək, onu yox eləmək. Mənim fikrimcə indi bu da ümumi bir ssenari ki, bu terror aktından istifadə edib, heç bir fakt olmadan ki, bunun arxasında Pakistandır. Pakistan üstünə hücum eləmək. Hindistan İslamofob, Indus aşırı millətçi rejimi elə bilir ki, Amerikanın İsraildə arxasına alandan sonra və bunlar milyarddan çoxdurlar. Dünyanın ən böyük əhalisi hal-hazırda Hindistandadır, çoxdur. Çindən də belə çoxdur və bunlar Pakistanı necə ki Bangladeş müharibəsində qalib gələ bilirlər Pakistanı, necə ki əvvəlki müharibələrdə də Hindistan üstünlüyü ilə keçib, indi də Pakistanı əzə biləcəklər. Amma Pakistan həmən Pakistan deyil. Pakistan artıq atom nüvə başı olanı Hindistandan daha çox nüvə başda var. Baxmayaraq ki, Pakistan Hindistandan 10 il sonra nüvə державасы ola bildi. Hindistana rahat şəkildə nüvə державасы varsa olmağa imkan verirlər. Pakistana deyirlər olmaz. Ümumiyyətlə müsəlman ölkələrinə icazə vermirlər ki, nüvə державасы olsunlar. Pakistan 10 il birtəhər öz bacarığı ilə nüvə державası Çindən və s. dəstək alaraq ola bildi. Və indi hal-hazır nüvə başlarına Pakistan Hindistanı keçib və ordu baxımından da baxmayaraq əhali baxımından Hindistan üstünlüyü var, amma ordu baxımından Pakistan heç də Hindistandan geri qalmır və texnikanı, tankları da, qırıcıları da götürsək və təbii ki, əskərlərin ruhuna da görsək, təbii inəyi sitayiş edən Pinti Indus hara bir Allaha ibadət edən, daim əsrlərdə torpaqların sahibi olan müsəlman hara. İnsanlara, dünyaya hamam nədir? Avropaya hamam gətirən, su gətirən, təmizlik gətirən müsəlman hara. Aydın məsələdir. İnşallah ruhunda Pakistan üstün vəziyyətləri, yəni əsasən də bu məsələlərdə həm də ruhdur. Pakistanın da yanında müttəfiqi var, Çin kimi güclü bir dövlət var. Türkiyə var, məncə digər müsəlman ölkələri ki, necə ki, Səudiyyə Ərəbistan, varlı ərəb ölkələrdə ümid edirəm, necə ki, maliyyə baxımından Pakistana vaxtilə kömək ediblər, indi də bu savaşda kömək edəcəklər. Türkiyə təbii ki, qeyd-şərtsiz hər şeylə Pakistanın yanında olacaq. Eynən inanır ki, Azərbaycan da bu mövqedə də olacaq. Və bununla bir ssenari görürəm. Necə ki, 11 sentyabr 2001 bir ssenari idi mənim fikrimcə. Necə ki, 7 oktyabr 2023-cü il bir ssenari idi müsəlman ölkələrinə, müsəlman coğrafiyasına hücum etmək üçün. Bu da bir ssenari idi. Bu ssenari qurulub. Və bu ssenari heç də təcrübələnmərəm ki, Hind və Hindistan və İsrail kəşfiyyatları bir yerdə eləyiblər ki, orada turistlər 25 turisti öldürüb və bunu bəhanə edib Pakistana üstünə hücuma keçsinlər. Yəni, təkrardan Pakistan yeganə müsəlman dünyasında atom bombası olan ölkədir və Pakistan İsraili dövlət kimi də tanımır. Yəni, Fələstin məsələ, yəni Pakistan, Fələstin, Qarabağ, harada müsəlman var, mövqeyə qeyri, yəni ki, şübhə doğurmayan, yəni dəqiq bir mövqedir, qeyd-şərtsizdir, müsəlmanın yanında olub. Hələ birinci dünya müharibəsində həmən Pakistanlıların babaları necə Britaniya ordusunun tərkibində imtina edirlər Osmanlılara qarşı savaşmaq, öz müsəlman qardaşlarına qarşı savaşmaq. Burada həmən o şərəfli babaların şərəfli nəvələridir. Biz inşallah ümid edirik ki, bu ssenari Qazada edilən qətliyam, genosid bu dəfə Kaşmirdə və Pakistanda edilə bilməyəcək. Çünki Qazada əgər
Siyonist ittifaqının qarşısında bir əliyalın müsəlman əhali idisə, silahsız qadın, qoca. Bu dəfə güclü bir müsəlman dövləti var. Özü atom bombası var. Arxasında güclü müttəfiqləri var. Bu dəfə Hindistan üçün belə deyək, Bangladeş müharibəsində olduğu kimi rahat gəzinti olmayacaq. Əgər İslamofob, hinduist millətçi Modi bunu anlamırsa, nə olar? Etsin o səhvi, Pakistana hücum etsin. Ondan sonra da ona Pakistan ordusu hər şeyi yerindəcə inşallah anladar. Biz də təbii ki dualarımız dost, qardaş Pakistanladır. Və bu ssenarinin, növbəti İslam coğrafiyasına qarşı ssenarinin bütün İslam ümməti olaraq artıq dərk etməsinin çağırışını yapıram. Və bu ssenarilər sabah digər müsəlman ölkələrində başına gələ bilər. Eyni şey Türkiyənin də başına gətirə bilərlər, Azərbaycanın da və digər müsəlman ölkələri. Ona görə biz müsəlman ölkələri olaraq, ümmət olaraq artıq bu şeyləri anlamalıyıq və mənə nə Pakistandan 1000 kilometrlərin uzaqdır, elə düşünməməliyik. Bugün sən desən mənə nə Pakistandan, sabah sənə olanda eyni şey digər müsəlmanın da sənin dediyi sənə aid edəcək. Bunun olmaması üçün də Müqəddəs Quranda nə deyir? Müsəlmanların ən böyük düşmanları Yahudilərlə müşriklərdir, yəni mnoqobojniki, bütpərəstlər, yəni müşriklər, bütpərəstlər. Bəli, hal-hazırda İslam coğrafiyasına qarşı ən düşman siyasət aparan görürsünüz, Siyonist İsrail və onun arxasında olan qüvvələr, yəni Yahudi İsrail və bütpərəst ölkələr və bunda başında Hindistan durur və bu saat Yahudi ilə bütpərəst birləşib müsəlmana qarşı növbəti hilə, növbəti soyqırım etmək istəyir və bunun qarşısına da ümmət olaraq ayırmalıyıq, bunun qarşısına çıxmalıyıq və bunun qarşısını almalıyıq. Çünki bugün biz Qəzzada o qətliamın qarşısını almasaq, genosidin, soyqırımın qarşısını almasaq, Pakistana qarşı təcavüzün qarşısını almasaq, Kaşmirin tam olaraq işğal olunmasını bir müsəlman torpağı olaraq qarşısını almasaq, sabah həmən o ittifaq, anti-İslam ittifaqlar bizimlə gəlib başımıza çökəcək. Çünki Quranda nə deyir? Siz dinlərimizi dəyişməyənə qədər onlar sizi qəbul etməyəcək. Biz nə qədər də tolerant özümüzü desək, bizim torpaqlarda əsrlərdə xristianlar, yahudilər yaxşı yaşayıb, düzdür, elədir. Biz nə qədər də bunu desək, biz yenə onların gözündə müsəlmanıq. Bunu da biz unutmamalıyıq. Və ona görə də bugün müsəlmanın yanında olmalıyıq ki, sabahda tək-tənha meydanda düşmana qarşı, ümumi düşmana qarşı qalmayaq. Çox sağ olun, təşəkkür edirəm.